o Ramazanın gündəlik dualarında var. Bilmirəm o dualar oxunub yoxsa inşallah gələcəkdə oxunacaq. Allahın o duaların axırı var. Məsələn, nəsə istəyirik, sonra gəlir deyirik ki, ey o Allah ki, məsələn, rəhm eləyənlərin rəhm edənidir. Ey o Allah ki, bütün kömək istəyənlərin köməyinə dadına çatandır. Bax, bu cür dualar, bu cür elə bir çağırışla, nidana, müraciətlə bitir. Bir günün duasında var, buyurur ki, ey o Allah ki, la yeşgaluhu ilhahul mulihhin. Ey o Allah ki, israrla istəyənlərin israrı onu məşğul eləmir. Məsələn, tutaq ki, mən. Gəlir, o məndən bir şey istəyir, bu məndən bir şey istəyir, o məndən bir şey istəyir. Mənim artıq başım qarışır, lazımı diqqət göstərə bilmirəm. Məxsusən də qonaqlıq məclislərində olur, bir nəfərin 100 nəfər qonağı gəlir, nə bilim 200 nəfər qonağı gəlir, hər qonağa ayrı-ayrılıqda tək-tək o lazımı diqqəti göstərə bilmir. Sonra gəlir məsələn üzr də istəyir ki, başım çox qarışıq oldu, başımı itirdim filan və lazımı diqqəti göstərə bilmədim. Yaxşı qulluq eləyə bildilər sənə. O bizik. Allah necə? Hamı Allahdan bir şey istəyir. Görəsən bu istəklər Allahı məşğul eləyir və nəticədə görəsən Allah bizə nə qədər vaxt ayıra bildi, nə qədər diqqət göstərə bildi. Onu deyirik ya, deyirik ey o Allah ki, bu qədər istəmələr səbəb olmur ki, o bizə az diqqət göstərsin. Yox, bu qədər məşğuliyyətlər, bu qədər istəmələr baxmayaraq Allah Taala hər tək insana lazımı səviyyədə diqqəti göstərə bilir. O səviyyədə diqqət göstərir ki, elə bir heç kim yoxdur və heç kim də heç nə istəmir, ancaq sənsən və sənin istəyindir və Allah da ancaq sənin istəyini dinləyib, sənin istəyinə baxır. Gör Allahı bizə Ramazan ayı necə tanıtdırır, Ramazan duaları necə tanıtdırır. Allahı insan bu cür tanıyanda başa düşür ki, ay Allah, sən məni nə qədər çox istəyirsən ki, mənə əmr verirsən, göstəriş verirsən ki, olmaz. Haramdır. O içkiyə yaxın getmə. O əmələ yaxın getmə. O cür danışığa yaxın getmə, yalandır, haramdır. Qeybət eləmə, haramdır. Filan iş görmə, haramdır. Allah sənin elə bir işin gücün ancaq mənnən deyə, məndən başqa bu aləmdə adam yoxdur. Yoxdur, bəli, sənsən və bir də mənəm. Mən səndən belə məşğulam və sənə qarşı belə diqqət deyəm. Allahın da buna məhəbbəti, bəndəsinə istəyi o qədər böyükdür ki, o istəyini bu cür büruzə verir. Və yeri var Allah bəndəsinə desin ki, bəndəm, əgər səni çox istəməsəydim, buraxardım öz başına, özün bilərdin, nəfsin bilərdi, necə istəyirsən o cür yaşa. Allah göstərməsin, məsələn, bir ata övladın əlindən o qədər cana doyur ki, bəzən olur ki, ata övladına deyir ki, get dayı səni övladlıqdan çıxartdım, nə bilirsən onu da elə. Necə istəyirsən onu da o cür yaşa. Hey, o qədər qadağalar qoyur, göstərişlər verir, əmirlər verir, qanunlar qoyur, görür, övlad vecələmir. Nəticədə deyir, get mən səni çıxartdım övladlıqdan, nə cür bilirsən o cür. Bax, bədbəxtçılıq odur. Nifrət, qəzəb odur.